Dedi ki, Yunus narahat olma, mən səndən razıyam. Mən səndən razıyam, vəssalam. İmam Rıza birinə desə, mən səndən razıyam da, dünya nə danışır danışsın da, elə olar. Kaş biz də elə olaq. Kaş biz də olaq ki, deyək ki, İmam Zaman məndən razıdırsa, nə danışırlar danışsınlar. Cəmaatın bir çoxunun işi danışmaqdır. Bir dəstə iş görsün, bunlar otursun, iş görənlərə şəbədə qoşsun, vedrə qoşsun, üzr istəyirəm, xalq dili ilə desək. Olmayan sözləri bağlasın, böhtan atsın, şər atsın. Adam da bəzən sarsıla bilir də ki, bu qədər insafsızlıq olmaz. Görürsən ki, böyük adamlar var ki, görürsən biraz sarsılır. Həzrət-i Musa Allaha dedi ki, mənim üçün nələr danışırlar ilah. Dedi, sən yaxşısan, mənim qeybətim səndən çox eləyirlər, Allah dedi. Narahat olma. Bir adam iş görürsə, bir işlə məşğuldursa, onun üçün danışarlar. Əsas nədir? Əsas